Türkan'a, Atriya, Fatima, Narmina, Sabina, Zeynep, Madina, Ali, Yusuf, Murat. Bəs nəvələr necə? Navaların Dövlət saxlayır uşaqları. Onların çox uşağını vaxtı-vaxtına verir, sosialını vaxtı-vaxtına verir. Hər nəyin indiyə qədər onları aç saxlamamışam. Ona görə ondan uşaq dünyaya gətirmişəm. İmkanı olsa yenə də gətirərəm. Burası qurban olum Allaha. Ondana bəsimdir. Lənkəran rayonunun Sinovli kənd sakinləri olan 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov 26 ildir ailə həyatı qurublar. Ailənin böyük övladının 25 yaşı var. Sonuncu övlad isə əlamətdar bir gündə, yeni təqvim ilinin ilk dəqiqələrində saat 0:02 dəqiqədə dünyaya gəlib. Valideynlərin sözlərinə görə körpənin doğulması ailəyə 2 qat sevinç bəxş edib. Uşaqların təlim-tərbiyəsi ilə isə əsasən ana məşğul olur. Samirə xanım bildirir ki, ailə üçün uşaqların təhsili, əxlaqı və davranışı hər zaman ön planda olub. Məhz bu səbəbdən onların tərbiyəsi ilə əsasən özü məşğul olub. Sən də getsən məktəbə. Ürətdir. 10 dənə uşağım var. 8 dənə nəvəm var. Allah hamıya qismət eləsin. Şükür Allaha. Mənim axırıncı oğlum yanvarın yeni il axşamı 01:02-də dünyaya gəlib. Onun adını Murad qoymuşuq. Allah hamıya arzularının muradına çatsın. Şükür Allaha, qurban olum Allaha. Mən öz uşaqlarımla fəxr edirəm. Allah mənə 10 dənə uşaq verib. 7 qız, 3 oğlandı. Allah hamını, necə deyirlər, balaları qorusun, nəvələri qorusun. Allah hamıya çox evladıma pis şeydir. Qurban olum Allaha. Şükür Allah hər nəyini saxlayırıq. Geyimi, zanı, tərbiyəliyi hamı yaxşıdır. 7 dənə qız böyütmüşəm. Onların tərbiyələri, onların ağılları, hər nəyi. 3 dənə oğlandı. 2 dənə oğlum, biri və oğlum fizika olmaq istəyir. İkinci oğlum polis olmaq istəyir. İnşallah öz arzularına, muradlarına çatarlar. Muradı nə görmək istəyir? Muradını ən yüksək yerlərdə onun səsi gəlsin. Allah hamı muradlarına çatsın. Mənim muradım da öz muradına çatsın. Bütün xanımlardan necə arzulayıram ki, deyirəm bayaq kimi çox uşaqlı heç bir ziyanı yoxdur. Nəvəri 8 dənə nəvəm var, qurban olum onlara. Nəvələr də mənim üçün birdir. Uşaqlarım mənim üçün birdir. Hazırda 14 yaşlı oğlu gələcəkdə fizika müəllimi, digər oğlu isə polis olmaq arzulayır. Qeyd edək ki, 7 qız və 3 oğul övladı olan ailənin 5 qızı artıq ailə həyatı qurub. Qız övladları arasında yaş fərqi cəmi 1 il olduğu halda, oğlanlar arasında bu fərq daha çoxdur. Ailə uşaqlara o qədər bağlıdır ki, yarı zarafat, yarı ciddi şəkildə bildirirlər. İmkan olsa, yenidən övlad sahibi olmaqdan çəkinməzlər. Sən bu keçiləri kim düzəldib? 10 uşaq, 8 nəvəm var. Uşaqları, qızları keçirmişəm. Şükür Allah yaxşıdır. 2 dənə uşaqlar, biri fizika müəllim olmaq istəyir, oxuyur. Biri də polis olmaq istəyir. Təlim tərbiyələri ilə siz məşğul olsunuz, anası. Belə deyək də, kişi çöl şeydə gelib gəlir, ana evdə olur, ana tərbiyə ilə məşğul olur. Axşamlar mən gələndə, yenə mən də elə ki, soru-sual edirəm. Necədir, nədir, pis deyirlər, şükür Allah. Nəvələr çox istəyir, uşaqları. Hər ikisini. Daha çox. Hər ikisini istəyirəm. Amma nəvə uşaqdan şirindir, uşaqlara da nəvələri elə ki, bir gözlə baxıram. Amma Allah olmayanlara qismət eləsin. Şuna işten sonoblijon, Bəli, çorabı için. bəli. Mehrəli Samirə.